Deməli tələbələr, bu günlərimdə dərsi keçirik, Excel dərsini keçirik. Word dərsini qəşəng mükəmməl bilmişik. İndi də Excel mükəmməl bilməyə doğru gedirik. Gəlirik indi bizim desktopumuzun üzərindən Excel-i açırıq. Açaq. Və başlayaq. Görək Excel nədir? Ümumiyyətlə siz bilirsiniz ki, Excel nədir? Cədvəllər üzərində nə isə də yaratmaq, cədvəllərlə işləmək üçün hər hansısa da bir lazım olan tətbiqi proqramdır. Excel-dən başqa Excel-ə bənzər hansı tətbiqi proqramları keçmişdik cədvəl redaktorlarından? Məsələn, Lotus 1-2-3-ü keçmişdik, sonra SuperCalc keçmişdik, VisiCalc keçmişdik, Quadro Pro-nu keçmişdik və bunların arasında bir dənə də var idi Excel. Excel-dən hardasa da Word, hardasa bir-birinə bəzi funksiyonallar var ki, onlar bir-birinə bənzəyirlər. Gəlirik, birinci gəlməzdən əvvəl elə Word-lə Excel-in bərabər olmağına oxşar bir cümlə deyəyin. Word-də də necə demişdik ki, fayl bölməsinin homunda recent və pinlənmiş yerlər var və bu recent bölməsində Word-də nə qədər maksimum biz hər hansısa da bir faylı yerləşdirə bilirdik. Maksimum əlində nə idi? Bəs bunun neçəsini görə bilirdik ekranımızda? Maksimum 25 dənəsini ekranda görə bilərdik. Elə Excel-də də onun kimidir. Yəni bunların hər biri, bütün xüsusiyyətlər Word-də olduğu kimi eyni ilə Excel-də də eyni olaraqdan qalıbdır. Gəlirik. Ancaq Word-dən fərqi olaraqdan siz bilirsiniz ki, Word-də yaratdığınız hər bir sənəd nə başlığı altında qeyd olunur? Dokument 1 başlığı altında qeyd olunurdu. Gəlin bir dənəsini göstərək. Məsəl üçün bu dokument 2-dəyik və s. və s. Aşağılardan gəlib seçərik, dəyişdirərik. Dokument adı altında olur. Ancaq Excel-də yaratdığınız hər bir yeni sənədlərimiz nə olacaq? Book 1, Book 2 və yaxud da ki və s. və s. Book adlandırılaraqdan yaddaşa düşəcəkdir. Yəni ki, book nə deməkdir? İngilizcə kitab demək. Demək ki, Excel-də yaratdığımız hər bir sənədlər yığılanda nə olur? Kitab adlandırılır. Amma Word-də yaratdığımız hər bir arxa fondakı bu sənədin bir dənə adı nə idi? Səhifə idi. Ancaq ki, Excel-də bu arxa fonda yaratdığımız sənədin hər bir vərəqləri burada sheet adı altında qeyd olunacaqdır. Sheet də nə deməkdir? İngilizcə vərəq demək. Deməli, Excel 2 hissədən ibarət oldu. Biri book, işçi, kitab, bir də sheet, iş vərəqləri. İş vərəqlərini də artırmağın, onu yadınıza saxlayın ki, susmaya görə Excel açılanda yalnız və yalnız bir dənə ekranımızda nə olur? İşçi vərəq olur. Və bu işçi vərəqin artırmağın yolu, biri var buradan gələrsən, new əmrini basarsan, sheet 2, sheet 3 yazılar və yaxud da ki, klaviaturadan gəlirsən, shift F11 düyməsini basırsan. İndi siz görmüsünüz, mən görürəm, əlimin altına shift F11-i bastım. Görürsünüz, hər dəfə basdıqca yeni vərəqlər açılır. Və bu vərəqlər sonsuz sayda ola bilər. Bir kitabın içində sonsuz sayda vərəqlər ola bilər. Və indi bunların adlandırılmasına baxaq. İşçi kitabın adına hansı simvolları qoya bilərəm və yaxud da ki, işçi vərəqlərin adlarına hansı simvolları qoya bilərəm. İşçi kitabın adı, ümumiyyətlə adını necə dəyişirik? Gəlirik buradan save veririk, deyir ki, burada adını dəyiş. Bir də yadınıza saxlayın ki, Word-dəki bütün sənədlər hansı adı altında düşür, hansı uzantı ilə düşürdü? Məsəl üçün doc idi, docx idi, dot olaraqdan düşürdü. Dot hansıları idi? Şablonlar idi. Sonra RTF ola bilər, notepad ola bilər, notepadın yəni genişlənməsi TXT ola bilər və s. və s. Ancaq və ancaq Excel-dəkilər .xls olaraqdan yaddaşa düşür. 2010-cu ilə qədər .xls idi, amma 19-dan indiki ilə qədər .xls olaraqdan yaddaşa düşür. Və siz yadınızda saxlayın ki, işçi kitabın adında mən maksimum 255 dənə simvol yaza bilərəm. Yəni 255 dənə hərfdən ibarət olan, hərf, rəqəm və yaxud da ki, işarələrdən ibarət olan istədiyim adı qoya bilərəm. Ancaq mən işçi vərəqimin adını dəyişmək istəyirəmsə, adını dəyişməyin yolu necə ola bilər? Üstündə sağ klikləyərəm, gələrəm burada rename əmri verərəm və buradan başlayaram nəsə də qoymağa. Ancaq işçi kitabın adında 255 dənə simvoldan istifadə eləyə bildiyim halda işçi vərəqimin adında maksimum 31 dənəcə simvoldan istifadə eləyə bilərəm. 31 dənə simvolu yadınızda saxlayın. İstəyirsiniz 31 dənə hərf qoyun, istəyirsiniz 31 dənə nöqtə qoyun. Bundan ötürü fərqi yoxdur. Maksimum 31 olur. Nəysə,
Bu da belə. Və siz əvvəlcə öyrənmişdik ki, nə öyrənmişdik? Qoyun bir dənə əlavə bir buradan ağ vərəq açım. Hara düşdü o ağ vərəq? Neysə, ən aşağılara gəlin. Bir dənə blank page. Aha, burada. Qələmimizi də götürək. Əvvəlcə biz nəyi öyrənmişdik? Windows 10-da faylların və qovluqların adında hansı simvolları istifadə edə bilmirdik? 2 nöqtəni istifadə edə bilmirdik. Elə. Əslində 2 nöqtə belədir. Prosta biz onu çubuq adam yaratmaq üçün göz olaraqdan qoymuşduq deyə 2 nöqtəni əymişik. 2 nöqtədən istifadə eləmədik. Daha sonra nədən istifadə eləməmişdik? Bu çubuq adamın burnunu düzəltmək üçün ulduz simvolundan istifadə edə bilməzdik. Sonra ağzını qoymaq üçün sualdan istifadə edə bilməzdik. Bədəni drop işarəsi idi, düz drop. Ayaqları sağa, sola slash idi. Qolları böyükdür, kiçikdir işarəsi idi. Və çiynində də bu adamımız vəzifəli şəxs olduğuna görə paqonları var idi. O da 2 dənə dırnaq işarəsi idi. Bu bizim nəyimiz oldu? Çöp adamımız. Bunu Windows 10-da və yaxud da ki 11-də istənilən əməliyyat sistemində mən heç vaxt qovluq və yaxud da ki faylların adına qoya bilməzdim. İndi gəlirik Excel-də yaratdığım işçi kitaba, yəni ki book adı altında olan kitaba hansı simvolları qoya bilmərəm. Yadında saxla ki, bax bu mötərizəyə bənzər dördbucaq mötərizəni hər ikisində işlədə bilmərəm. Sonra sağa sola slash burada da işlədə bilmərəm. Necə ki çöp adamın ayaqları idi. Bu dəfə sağa sola slash mən indi ev düzəldəcəm, bu evimin kirişası olacaqdır. Sonra yenə 2 nöqtədən istifadə edə bilmərəm. 2 nöqtə yəni bildiyimiz bu. Hər hansısa da bir söz deyəndə yazısı filan kəs dedi. 2 nöqtə. Oradakı 2 nöqtədir. Hə, bu 2 nöqtədən istifadə edə bilmərəm. Qar dediyimdə ulduz şeylərdir, simvollardır. Ulduzlardan istifadə edə bilmərəm və qışdır deyə evimiz soyuqdur da, demək ki biz pec yandırmışıq, sual işarəsindən istifadə edə bilmərəm. Deməli, nə oldu? Bu simvollardan da mən harda Excel-ə istifadə edə bilmərəm. Aha, bunu belə yadınızda saxlayın. Bir də yadınızda saxlayın ki, Excel-də yaratdığım hər hansısa da bir faylın və yaxud da ki sənədin adına mən history qoya bilmərəm. History. Nəyə görə history'ni qoya bilmirəm? Çünki gəlirəm burada fayl bölməsindən girəndə zaten ki history adı gəlib məndə rezerv olunubdur. Yəni tarixçəyə baxmaq üçün olan bir fayl addır. Ona görə history'ni qadağa qoyubdular, işlədə bilməzsiniz. Bu belə. Gəlirik indi nəyə? Word-lə birəcəncə fərqi olan miqyasa. Sizə demişdim, Word-də maksimum miqyas nə qədər idi? 500. Minimumu nə qədər idi? 10. Susmaya görə də 100-də dayanır. Ancaq bu Excel-də biraz fərqlənir. Fərqli olan hissəsi maksimumdadır. Minimum olduğu kimidir. Gördüyünüz kimi 10%dir. Ancaq standartı da olduğu kimidir. Gələcəksən standartı 100%-dən göstərəcəkdir. Minimumu 10-dur, Word-lə olduğu kimi standart olaraqdan 100-dür. Ancaq maksimumu bir dənə yuxarıya çəkim. Maksimumu 400-dür. Yəni 400-dən o yana artıq mən zoomlaya bilmirəm. Demək ki, Word-də maksimum miqyasım 500-dür, ancaq Excel-də maksimum miqyasım 400-dür. Bunu qaytarağın 100 neçələrdədir, qoyun dayansın. Aha, sonra minimum maksimumu da dedik, işçi vərəqləri danışdıq. Yalnız və yalnız sizdən bir şey soruşulacaqdır ki, o hansı bir göstəricidir ki, yalnız və yalnız Excel-ə məxsusdur. Bax, burada görürsünüz, həqiqətən də bunu biz Word-ü keçəndə görməmişdik belə bir bölmə. Bu bölmənin adı formula bar adlanır, yəni distur sətri. Yeganə bir tab mı deyim, əmr mi deyim, bu yalnız və yalnız Excel-ə məxsusdur. Niyə? Çünki Excel bilirsiniz də hesablamalar aparmaq üçün lazım olan hər hansı da bir proqramdır. Bunun üzərində gələcəksiniz, məsəl üçün yazarsınız 7, üstə gəlinsin 8, bərabərdir, yəni enteri qoysanız gələcəkdir. Bir dənə buna yadınızda saxlayın ki, bir də Excel-də nə olur olsun distur əlavə eləyəndə onun qarşısına bərabərdir qoymalısınız. Əgər bərabərdir qoymasanız heç nə gələcək, bura yazdığınız söz olaraqdan yəni mətn kimi düşəcəkdir. Hesablama aparmayacaqdır. Qarşısına bərabərdir qoy. Qarşısına bərabərdir qoyun. Enteri basın. Gəldi gördünüz 7-nin üstünə 8 gəldik. Sütunumuza və yaxud da xanamıza 15 rəqəmini əlavə elədi. İndi Excel nələrdən ibarətdir? Excel bildik ki, işçi kitabdan, işçi vərəqdən,
xanalardan ibarətdir və bu xanaların adları sel adlandırılır. Sel deyəndə yəni necə yazılır ingiliscə? C-E-L-L. Sel adlandırılır. Və yadınızda saxlayın ki, Exceldə sağ xananın içərisində sağ tərəfdə dayanan bütün hər bir şey rəqəm olaraqdan qəbul olunur. Ancaq sol tərəfdə dayanan bütün hər bir şey mətn olaraqdan qəbul olunur. İndi bunu hələ ki yadınıza saxlayın, sual işləyəndə dərk eləyəcəksiniz. Aha, indi gələyim, görək Excel nələrdən ibarətdir. Exceldə burada sol tərəfdə rəqəmlərdən ibarətdir və bu sol tərəfdəki rəqəmlərimin adları sətir adlandırılır. Yəni bu nə deməkdir? Birinci sətir, üçüncü sətir, dördüncü sətir. Deməli, sol tərəfdə dayanan rəqəmlər sətir adlandırılır və sətirlər rəqəmlərlə ifadə olunur və bunun ən sonuncu sətrimin nömrəsi gəlir, yazırıq ki, 2 üstündə 20-dir. Qoy görüm 2 üstündə 20 yaza biləcəmmi? Bura. Fontun dialoq pəncərəsindən gəlib qüvvətə yüksəltməni buradan tapamayacağam. Neyse, yaxşı. 2 üstündə 20. Elə sözlə yazacağım. 2 üstü 20 ədəddir. 2 üstündə 20 də nəyə bərabərdir? Yadınızda saxlayın ki, elə sizə rəqəm kimi göstəriləcəkdir. 1.048.576-ya bərabərdir. 1.048.576-ya. Deməli, mənim bütün sətirlərimin ən sonuncusuna gəlsəm nəyi tapacağım? 1.048.576-cı sətrimdə gəlib dayanacağım. Həqiqətən də gəlsəydik əgər kontrol aşağı ox bassaydıq, harada gəlib dayanacaqdı? Görürsünüz 1.048.576-ya. Bunlar sətirlərimizdir. Və sətirlərdən başqa Excel sütunlardan ibarətdir. Və yadınızda saxlayın ki, bu sütunlar ingilis əlifbasına əsaslanıbdılar. Və burada ingilis əlifbası harada gəlib qutaracaqdı? O görüm, göstərirmi? Buradan keçid edeyim. Aha, gəldik. İngilis əlifbası harada qutarır? Z-də qutarır. Z-də qutarandan sonra təzədən bir də cədvəl yaratmaq istəyirsənsə də sətir sütun olaraqdan təzədən bir də bu təkrarlanacaqdır. A, A, B, A, C, belə gedəcəkdir ta ki 3 hərflər alınana qədər. Və yadınızda saxlayın ki, ən sonuncu sütun nömrəsi bizdə, qoyun ən axıra gələk, XFD-dir. XFD-dən o yana artıq sütun yoxdur. Bundan o yana getmir. Məsəl üçün, variantlarda sizə desək ki, XFG sütunu, bilin ki, XFG sütunu yoxdur. O variant səhvdir. Niyə? Çünki maksimum XFD-yə qədər təkrarlana bilər. Həqiqətən də buradan belədən gəlsək, görürsünüz sütunlarımızın adlarını, necə hərfləri təkrarlaya gəlibdilər. Neyse, bu da belə. Deməli, Excel nələrdən ibarət oldu? Excel'im sütun və sətirlərdən ibarət oldu. Və sizə deyiləcəkdir ki, Excel'də əsas obyektlər nədir? Deyin ki, əsas obyekt işçi kitab, işçi vərəq, xanalar, sətir və yaxud da ki, sütunlardır. Bunlar Excel'in əsas obyektləridir. Aha, bunları dedik. Bir də ki, yadınızda saxlayın ki, birdən sizə nömrə olaraqdan desə, gəlsən məsəl üçün desək ki, A-dan B-yə, C-yə, D-yə, məsəl üçün M-ə qədər sayıbsan da, nə qədər sütun var? Bunları heç nə, barmaq hesabı saya bilərsən. Birdən sizə soruşsalar ki, bəs ən axırıncı sütunum riyazi olaraqdan nömrəsi neçədir? Yadınızda saxlayın ki, ən axırıncı sütunun riyazi olaraqdan nömrəsi 2 üstündə 14-ə bərabərdir. Yazın bura 2 üstü 14. Bu da 2 üstü 14 neçə deməkdir? 16.384 deməkdir. Deməli, mənim ən sonuncu sətrimin nömrəsi 1.048.576-dırsa da, ən sonuncu sütunumun nömrəsi də 16.384-dür. Gələyin indi, burada belə bir yer var. Bu yerin üzərində mousumun kursorunu saxlayanda nə yazılıb oraya? Namebox. Namebox nə deməkdir? Xananın adını göstərir burada. Məsəl üçün, görürsünüz, mən burada B sütununda 3-cü sətirdə dayanan yerin üzərinə tıklayanda gəlir burada namebox o yazılır. Deyir ki, B3 xanasındasan. Məsəl üçün, burada dayansam deyəcək B4-dəsən. Burada dayansam deyəcək H4-dəsən. Və bu xanaların adları nə cür yazılır? Yadınızda saxlayın ki, mütləqdir ki, həmişə birinci sütun adları yazılmalıdır. İkinci sətir adları yazılmalıdır. Sütun adını yazıb, sətir adını yazandan sonra təzədən bir də ona piçik olaraqdan yenidən hər hansısa da bir hərf yazılıbsa da bu səhvdir. Məsəl üçün, siz belə bir şey yaza bilməzsiniz. Qoy bir dənə burada yazım. C4
xanası, bir dənə də C2. Belə bir şey yaza bilməzsən. Bu qadağandır. Niyə? Çünki sən C4 xanası, C2 xanası deyilən bir xanan yoxdur. O nətər ola bilər? Məsəl üçün gəlmişəm burada C4-dəyəm, yəni bu xanadayam. Bir də götürüb bu birisi xananın adını yazmır. Görürsən, bunlar hərəsi fərqli-fərqli xanalar. Demək ki, mən əgər ki hər hansısa bir xanamın adını qeyd eləyirəmsə də, mütləq ki onun sütunun adını yazıram və gəlirəm buradan sətrimin adını yazıram. Hə, belə bir xana ola bilər. Məsəl üçün necə? Qoy göstərim. A, B, C, 13. Bu xanamın adı doğrudur. Niyə? Çünki mən demişdim axı ki, hərflərim təkrarlanacaqdır. A, B, C gələcək burada. Gəlib bu yanlardan axtarsam, gözlə. Gəlib bunların içindən axtarsam, hardasa da A, B, C sözünü tapmış olacağam. Çünki niyə təkrarlanmaya girmişdi axı? Nəm indi bunların arasından taparıq. Biraz uzun vaxt aparacaqdır A, B, C-ni axtarmaq. Ha, niyə uzun vaxt aparır ki? Buradan yazım da. A, B, C. Gəlsin. Ay. Gəl göstərmədi. A, B, C, 1. Aha. Gördünüz? A, B, C birinci sətrimi gəlib göstərdi. Demək ki, A, B, C deyilən bir xana var və yaxud da ki, A, B, C mən oraya nə yazmışdım? 11 deyəsən yazmışdım. A, B, C 11-i bassam, gələcək 11-ci sətirdə A, B, C sütununu göstərəcəkdir. Demək ki, belə bir şey yazmaq olar, ancaq və ancaq hər hansısa bir rəqəm yazandan sonra yenidən təkrarlanan sütun, sonra təzədən bir dənə də sətir yazmaq olmaz. Bu qadağandır. İndi bunu öyrəndik. Sətir sütunların adlarının yazmağını öyrəndik. İndi nəyi öyrənəyin? Bir dənə onunca yadınıza saxlayın ki, mənim kursorum hal-hazırda hansı xananın üzərindədirsə də həmin xanam adlandırılacaq aktiv xana. Əgər kursorum məsəl üçün bu birisi xanaların üzərində deyilsə də bu adından məlum olduğu kimi pasiv xana adlandırılacaq. Xananın 2 dənə tipi oldu. Və əlavə olaraqdan belə bir şey var. Mənim xanalarım dolu xanalarımda. Qoy bir dənə ən əvvələ keçim. Ən əvvəlki dolu sətrə keçmək üçün kontrol sağa oxla gəlib keçə bilərəm. Yəni lap başlıqlara gəlmək istəyirsinizsə də. Hə, gəldim. İndi mən nəyi demək istəyirəm sizə? Yadımdan çıxdı. Bircə dəqiqə. Qarışıq xana, nisbi xana və mütləq xana adlandırılan bir xanalarım var. Gəlin indi başa salım ki, qarışıq xana nədir, nisbi xana nədir, mütləq xana nədir? Buradan açırıq. Ümumiyyətlə yadınıza saxlayın ki, xanalar bayaqların biri var idi aktiv pasiv olmaqla, biri də var idi ki, mütləq, qarışıq və necə nisbi xana olmaqla. Nisbi xana o deməkdir ki, mən xanama yazılan, məsəl üçün bir dənə xana adı götürəyin. Məsəl üçün B4 xanası. B4 xanasını götürüb buradan sürüşdürüb, məsəl üçün C3 xanasını dəyişmək istəyirəm. Sürüşdürüb kopyalayanda mənim B4-dən C3-ə qədər sürüşdürdüyüm yerdə həm sətirlərim, həm də sütunlarım dəyişəcəkdir. Məsəl üçün, necə dəyişəcəkdir? Gəlin bir dənə misala baxaq. Misalın üzərində izah eləmək daha keyfiyyətlidir. Bircə dəqiqə. Qoy görüm. Elə bir misal tapa bilirəmmi? Qoy bir dənə video dərsi dayandırım. Məsəl üçün, burada bir dənə belə bir misalım var. Qoy bir dənə rəngimi dəyişim. Hər zaman kimi qırmızı ilə işləyəyim. Burada deyir ki, 96-cı misala baxacağım. Qoy biraz böyüdüm. Nə deyir? Deyir, verilmiş əvvəldə C1 xanasına daxil edilmiş düstur. C1-ə baxıram. Bu C sütunum, bu da birinci sətrim. C1-də nə yazılıbdır? Minimum A1 ilə B1-i tap. Bu düsturumu deyir ki, gəl həm C2-yə, həm də C3 xanasına köçürt. Ondan sonra nəminəsə də hesablamalar apar. Sonra C4-də bax gör nə alınacaqdır. Hələ ki C4-ün başını buraxıram. Hələ ki bu məsələni də heç həll eləməyəcəm. Sizə sadəcə düsturu köçürmək necə olur, onu izah edeyim. Sonra növbəti hissələrdə bu məsələnin həllini sizə başa salacağım. Nə deyir? Deyir ki, C1-dəki bu düsturu köçürdəcəm hara? C2-yə, yəni bir addım aşağıya və yaxud da gəl köçürdəcəm hara? C3-ə. Bunu köçürtmək üçün birinci baxıram. C1-dən nəyə gəldik? C2-yə. C1-dən C2-yə gələndə nələr dəyişibdir? Dəyişənləri yadımda saxlamalıyam. Sütunlara baxıram. C sütunundan C sütununa gəldi. Sütun dəyişməyibdir ki, yazıram özüm ya beynimdə, hal-hazırda sizə gözünüzün qabağına yazıram. Siz bunları beyninizə saxlayın. Sütun dəyişməyib. Dəyişmədi. Bəs sətirlərim?
Baxıram görüm sətirlərim nə qədər dəyişdi. C1-dən C2-yə deməli keçid eləyəndə 1 vahid artdı. Oldu nə? 2. Deməli sətirlərim 1 vahid artacaqdı. Gəlirəm indi buradan baxıram. C1-in içinə nə yazılmışdı? A1, B1. A1, B1-i onda aşağıya sürüşdürsəydim, C2-yə sürüşdürsəydim, sütunlarım dəyişməyəcəkdi. A ilə B olduğu kimi qalacaqdı. Belə yazılacaqdı. Bax, düsturum. Minimum, min yazılır burada, mim yazdım. Neysə. Minimum mötərizənin içində yazılacaqdı. A sütunu. Bəs sətrim dəyişibdimi? Dəyişib. Nə qədər sətrim dəyişdi? Üstünə 1 gəlməklə. A1 olacaq indi nə? A2. Sonra B1 hissəsinə keçəcəm. B. Sütunlarım dəyişdimi? Dəyişmədi. Dəyişmədisə də elə olduğu kimi yazıram. Bəs sətrim dəyişdimi? Dəyişdi. Nə qədər? Üstünə 1 gəlməklə. Olacaq B2. Və yaxud da mənə desəydi ki, birbaşa heç C2-yə köçürmədən birbaşa C3-ə köçürt, onda baxacaqdım. Sütunlarım dəyişibdimi? Yox, sütunum dəyişməyib. Bəs xanam, sətrim dəyişibdimi? Dəyişibdi. 1-dən 3-ə keçid eləyəndə mənim sətrim nə qədər dəyişdi? 2 dənə dəyişdi. Qırağa yazardım 2. O zaman düsturum olardı ki, minimum mötərizənin içində sütunum dəyişməmiş deyə A olardı, amma sətrim dəyişmiş deyə buradakı birin üstünə nə qədər dəyişəcəm? 2 vahid artıracağım. Olacaqdı A3, yenə sütunum dəyişməmiş deyə B, nə qədər sətrim artıbdı? 2 dənə. Olacaqdı B3. Deməli, köçürtmə eləyəndə nəyə fikir verməliyəm? Verdiyi hardan hara köçürdürsə də onun sətir və sütunlarına diqqət eləməliyəm. Məsəl üçün, əgər ki sizə belə bir şey desəydi, qoy bambaşqa cürdən izah edeyim. Məsələn, sənə desəydi ki, C1 xanasına daxil edilmiş düsturu götür F2-yə köçürt. F2 də olmasın, F4 olsun. Qoy biləcəniz qeyri-adi rəqəmlər yazım ki, daha qəşəng başa düşəyin. Aha, gəlsə desək ki, C1-ə, hanı C1-im? C1-imdə burada belə bir düsturum var. Bunu gəlim, köçürdüm F4-ə. F4-ü köçürtmək üçün birinci baxacam. Sütunlarıma baxacam. Sütunlarım görüm dəyişibdimi? Baxıram ki, hə, C-dən F-ə keçibdi. Amma nə qədər keçid eləyib? O zaman yazır, əlifba sırasını yadıma sallam. A, B, C, D, C-dən sonra nə gəl? C, D, Y, F. Deməli, nə qədər sütun getdi? 1, 2, 3, 4. Yadımda saxlayıram ki, sütunlarım 4 vahid artır. Bəs sətirlərim nə qədər dəyişəcəkdi? Sətirlərim 1-dən gəlmişəm 4-ə. Sətirlərimin dəyişməsini tapmaq üçün ya 4-dən 1 çıxıb üstünə avtomatik 1 gələrdim, ya da keçinə barmaq hesabından yazardım ki, 1, 2, 3, 4. Saysaydım nə qədər sətir dəyişibdi? 4 dənə. Yenə 4 dənə də artdı. O zaman indi nə qaracam? Gələm buradakı düsturuma baxıram. A2 xanasıdır. A2-ni nəyə köçürdürəm? F4-ə. O zaman A2-ni F4-ə köçürdəndə nə qədər dedim sütun dəyişəcək? 4 dənə. A-dan 4 dənə sütun geçsəm nə olacaqdı? A, B, C, D. Deməli, 4-cü sütunumun adı dəyişib artıq köçürülmə eləyəndə D olacaqdı. 4 dənə artırdım. Bəs sətrim nə qədər dəyişəcəkdi? Nə yazmışam? Sətrim də 4 dənə artıb demişəm. 2-nin üstünə 4 gələcəkdim, D6 olacaqdı. Demək ki, mən C1 xanasına yazılmış, hələ ki bu hissəsini izah eləmirəm, indi birazdan izah eləyəcəm. Demək ki, mən C1 xanasına yazılmış A2 düsturumu götürüb F4-ə köçürtsəm, nəyi verəcək mənə? D6 sütunumu verəcək. Deşinə gələrsiniz buralarda da D6-nı əgər ki veribsə də qiymətini taparsınız. Məsəl üçün deyək ki, necə ki burada B3-ə veribdi ki 5 qiyməti, D6-ya da məsəl üçün buralarda verərdi ki, məsəl üçün 1 qiyməti. Hə, heç nə, onun yerinə qoyub elədən hesablamanızı aparardınız. Deməli C1-i F4-ə köçürdəndə nə oldu? D6 oldu. Bu, deməli köçürdəndə mənim köçürtmə zamanı sətir və sütunlarımın müvafiq qədər dəyişməsi, artması və yaxud da ki azalması necə olur? Nisbi olur. Nisbi sözü demək ki, nədir? Dəyişmək deməkdir. Hə, birdən belə bir şey də ola bilər. Ha, həmişə üstünə gəlməyəcəkdir. Ha. Məsəl üçün, sana deyə bilər ki, C4-də C1 xanasını götür. Bu niyə dondu? Bir dəqiqə. Bir dəqiqə. Zəhmət olmasa. Ekranımız dondu. Aha. Məsəl üçün, sana C1 xanasını deyər ki, götür A2-yə köçürt. Bir dəqiqə. C1 xanasını hara köçürdüm? A2-yə köçürdüm. A2-yə köçürdəndə nə qaracaqdı? Baxıram, sütunlarım C-dən A-ya gəlib. Sütunum nə qədər dəyişibdi? C-dən A-ya gələndə. Dala-dala sayacağım. B,
A. Deməli nə qədər? 1, 2, 3. 3 dənə azalıbdır. O zaman burada sütunları -3 yazardım. Azalmaq mənfilərdir axı. Sətirlərim nə qədər artıbdır? 1-dən 2-yə, üstünə 1 gələrdim. İndi bunları yadımda saxlayıram. Mənə verilmiş şeydə, məsələn, deyək ki, C1-də bu düsturdur. Buna heç işləmirəm. Çünki burada A2 yazılır və mən də A2-yə dəyişmişəm. Məsəl üçün, mənə deyilsəydi ki, bəs yer gedindi, xanavın içində yazılmış düsturu bu parametrlərə görə dəyişdir. Onda gələcəkdim. C1 artıq dəyişif nə olacaqdı? 3 dənə sütun dala gedəcəkdi. 3 dənə sütun dala gedəndə gəlib olacaqdı. A1 olan sətrim də nə qədər dəyişifdir? 2 qədər dəyişifdir. Deməli, C1-imi götürüb A2-yə sürüşdürsəm, eyni şeylər imiş burada yazdığım, indi fikir verdim. Heç nə. Dala-dala gedəcəksən ya da ki, qabağa-qabağa gedəsən. Bu heç belə. Deməli ki, mənim sətrimlə sütunumun dəyişməsi nə oldu? Nisbi xanalar oldu. Bəs mütləq xanalar nədir? Mütləq xanalar odur ki, mən sətir və sütunumu götürüm, bir yerdən başqa bir yerə köçürdüm. Düsturum qətiyyən dəyişməyəcək və dəyişməməsinin səbəbi mənim yazılarımın qarşısında dollar işarəsinin olmasıdır. Yadında saxla. Dollar yalnız və yalnız nəyinsə də önündə olur. Heç vaxt nəyinsə arxasına dollar düşmür. Məsəl üçün, burada baxanda deyəcəksən ki, dollar nəyin qarşısındadır? B sütununun qarşısındadır. Nəyin qarşısındadırsa da o hissə dəyişməyəcək. Əgər B sütununun qarşısında dollar işarəsini görürsənsə də, demək ki, o qədər sən köçürmə aparsan da B sütunun olduğu kimi qalacaqdır. Burada nə yazılıbdır? 3 yazılıbdır. Yəni sətrimin önünə dollar qoyubdur. Bu zaman nə deməkdir? Bu o deməkdir ki, həm B sütunum dəyişməyəcək, həm də ki, sətrim dəyişməyəcəkdir. Məsəl üçün, götür C1-i F2-yə dəyişdirsən, yenə də düsturum olacaqdır. Dollar, B, dollar, 3 sütunu. Yəni B3 sütunu burada nə almışdı? 5 qiymətini almışdırsa da F2-nin də içinə gəlsəm, C3 sütunum yenə də 5 qiymətini alacaqdır. Dollarla göstərilmə deməli nə oldu? Mütləq ünvan oldu. Məsəl üçün, yuxarılarda qoy görüm elə birisi varmı ki, dollarla olsun və sənə sual versin. Dən qoyun, bunu azaldım. Qalxaq yuxarıya. Necə bir dənə indi buralarda? Bir də yadınızda saxlayın ki, heç vaxt və heç vaxt dollar mənim yazdığım hər hansısa da bir dənə xana adımın ən sonunda dayana bilməz. Niyə? Ən sonunda dayanması o deməkdir ki, sonda bir şey var, boşluqdur. Boşluğun qabağına dollar qoysam. Bu məntiqsizdir. Məsəl üçün, mən belə bir xana yazıram. A3 xanası. A3 xanasının arxasına götürüb dollar qoysam, belə bir şey ola bilməz. Niyə? Mən dedim ki, axı, dollar nəyinsə qarşısında olmalıdır. Bu amma 3-ün sonundadır, 3-ün arxasında dayanıbdır. Nəyinsə qarşısı görsəm, bura boşluqdur. Tamam, boşluğun nəyini sabit saxlayayım ki? Ona görə belə bir şey yoxdur. Amma məsəl üçün, belə bir şey var. Dollar A3 ola bilər. Dollar A3 yazılsa, bu nə deməkdir? Bu o deməkdir ki, mən A3 xanasını nəyə köçürdürəmsə köçürdüm, A sütunum olduğu kimi qalacaq. Amma dəyişən nə olacaq? Sətr olacaqdır. Yəni sətrimin çünki qarşısına dollar qoymamışam. Və belə ifadələrim nə cür ünvanlar adlandırılır? Qarışıq ünvanlar. Çünki adından məlum olduğu kimi mən ağzımda deyirəm ki, bunun bir hissəsi nisbidir, yəni 3 hissəsi nisbidir, dəyişəcəkdir. Amma A hissəsi, yəni sütun hissəsi mütləqdir. Nağarır dəyişmir. Nisbi ilə mütləqin qarışığı necə adlandırılacaq? Qarışıq ünvan adlandırılacaq. Ünvanın da 3 dənə adını öyrəndik. İndi gəlirik burada misalı həll edək. Deyək ki, 45-də düsturdakı xana adı hansıdır? Düsturdakı nə idi? Səhv oxudum. Düzgün xana adı hansıdır? Düzgün xana adını gəlin seçəyin. Görəyin hansı düzgün xana adı ola bilər. Və yaxud da ki, mən hələ ki izah eləməzdən əvvəl videonu dayandırın, özünüz variantı deyin, indi mənə qulaq asın. Əminəm ki, tapdınız. Mən incəni elə ekrana baxan kimi tecə gözüm görür ki, incə müəllimə nə dedi? Dedi ki, axırda dollar gələ bilməz. Ona görə A variantı səhvdir. Sonra, məsəl üçün, başqa müəllim dərs başlayanda nə demişdi? Demişdi ki, birinci yerdə xanalarımın adında sütunlar dayanır. Yəni sütunlar nələrdir? Hərflər. Sonra rəqəmlər. Yəni rəqəmlər də nələr idi? Sətirlər idi. Ona görə C variantı da səhvdir. Birinci sətir sonra sütun gələ bilməz xana adımda. Sonra D variantı yenə səhvdir. Nəyə görə? Yenə burada birinci sətri verib, sonra sütunu veribdir. Belə bir şey ola bilməz. E variantına baxıram. Müəllimə nə demişdi? Demişdi ki,
necə xana adı yaza bilərəm? Yalnızca birinci sütunun adı, sonra xananın adı. Xana nə idi? Sütunun adı, sonra sətrin adı. Sütunun adını yazıb, sətrin adını sonra yazıb, ondan sonra bir dənə də sütun adı yazmaq və yaxud da sütunun adını yazıb, ondan sonra təzədən bir də dollar qoyub başqa bir sütunun adını yazmaq olmaz. Belə bir şey olmaz. Bu nə deməkdir? Heç məntiqi baxımdan da başa düşmək olmur ki, deyir E xanasıdır, götür təzədən bir də E9-u nağar mütləq ünvana çevir. Belə bir şey ola bilməz. Yəni çünki Excel-də belə bir şey görə bilmədik. Ancaq B variantı düzgündür. Niyə? Qəşəngcə səliqəli bir şəkildə kulturunu götürüb yazıbdı bura. Sütunumun adını JK sütunudur və sətrimin adını 17-ci sətr. JK 17. Gəlirəm baxıram hansıdır. Buradan axtarmaq üçün yazıram name box əmrinin yerinə JK 17. Enter basıram. Demək ki, JK sətrində 17 JK sütununda 17-ci sətr. Yəni bu hissəni məndən istəyibmiş. Bu da belə getdi. Sonra məsəl üçün buralarda elə bir sual mütləqi niyə soruşmur ki, mütləq ünvanı nisbi ünvana çevirin. Bir də ki, yadınızda saxlayın ki, mütləq ünvanı nisbi ünvana çevirməyin klaviatura düyməsi F4-dür. Məsəl üçün mən götürüb A2 yazsam, bunu klaviaturadan F4-ə basan ki, bunların qarşısına tezcə dollar düşəcəkdir. Olacaqdır mütləq olaraqdan A2 xanası. Qoy görüm buralarda başqa nəyi izah edeyim. İzah edeyim yox. Sual axtarırdım mütləqlə nisbiyə uyğun olaraqdan. Elə bir sımızdan qabağımıza gəlmir. Heç nə olmaz. Gəlmirsə də davam eləyəyin. Nəyə? İndi mən sizə xanaların sayını necə tapmaq olur, sütunların sayını necə tapmaq olur və yaxud da ki, diapazon nədir, onu izah eləmək istəyirəm. Gəlin indi burada Excel-də. Məsəl üçün, bir dənə lap başlığa gedim yazdığım yerə. Mən istəyirəm ki, A1-dən tutum düz B4 xanasına edər. Yəni buradan bura qədər hamısını seçim. Buradan bura qədər seçim eləmək üçün ya götürərəm bunu beləsindən işarələyərəm. Ay, niyə sürüşmür? Yəni buradan bu yana qədər işarələyərəm, götürər bunu dördbucaq diapazona alar. Və diapazon yadınızda saxlayın ki, 2 nöqtə işarəsindən bizə bildirilir. Məsəl üçün, deyəcəm hansı A1 diapazonu, götürüm indi diapazonu, bir dənə klaviaturamın dilini dəyişim, ingilis qoyum. Yadınızda saxlayın ki, klaviatura dilini nə ilə dəyişirəm? Ya alt boşluqla, ya da ki, alt boşluq bir dəqiqə mən hər hansısa bir ofis proqramındayam deyə sistem menüsünü çıxardı. Və yaxud da ki, Win düyməsi boşluğu basmaqla. Nəysə bunu Windows 10 düymə əməliyyat sistemində keçmişik, oradan yadınızda qalsın. Nəysə, dilini dəyişdim, götürdüm, ingilisə qoydum. Buradan bir dənə 2 nöqtəni qoyuram. A1 diapazonuna mən istəyirəm, hara keçid eləyim, B4-ə qədər seçsin. Və seçməyəcəkdir. Nəyə görə? Çünki qarşısına bərabərdir işarəsi qoymamışam. Çünki mən dərs başlayanda dedim ki, Excel-də bütün funksiyalar bərabərdir qoymaqla işləyir. Nağardır? A1-dən B4-ə qədər olan bütün hər bir şeyi diapazon olaraqdan dördbucağa aldı. Və yaxud da B4 yazmazdım. Məsəl üçün bunu B7 yazardım. Götürərdi nə qədərdir? A1-dən düz B7-yə qədər seçim eləyərdi. Və yadınızda saxlayın ki, diapazon işarəsi, yəni 2 nöqtə işarəsi, riyazi düsturlarda istifadə elədiyim bölmə işarəsi deyil. Dönə-dönə sual verirlər ki, diapazon işarəsi düstura aiddirmi? Deyilsiz yox. Düstura aid olan işarələrin bax bunlardır. Qüvvəti yüksəltmək istəsəm, belə bir işarə qoyacaqlar. Məsəl üçün, 2, belə işarə 3. Bu nə deməkdir? 2-nin qüvvəti, yəni 2-nin 3 dəfə qüvvəti. 2 üstü 3 bilirsiniz ki, 8 eləyir. Sonra vurma işarəsi ulduzdur. Bölmə işarəsi slashdir. Sonra nə var? Toplama normal bildiyiniz toplamadır, çıxma da bildiyiniz çıxmadır. Bunlar riyazi düsturlardır. Amma bu işarə düstur deyil. Bu işarə nədir? Diapazonu bizdə verir. İndi gəlin sizə nəyi öyrədim? Məsəl üçün, deyəcəkdir ki, bir dənə xanadı deyim. Məsəl üçün elə B7 olsun. B7 xanasından diapazon verəcək. Deyəcəkdir ki, A3 xanasına qədər olan, daha doğrusu A3 ünvanına qədər olan bütün xanaları say. Yəni o dördbucaq olanları say. Nə qaracam? Biraz pis xanalar verdim. Bunu dəyişim, qəşəngini verim. Tərs vermişəm, mənfilər alacaqdır. Ona görə. Məsəl üçün A3-dən deyəcəkdir ki, C7-yə qədər olan xanaları say.
Belə də necə sayacağam? Birinci sütunlarıma baxıram. Yanında saxla ki, xananın sayını tapmaq üçün sətrin sayını sütunun sayına vurmalısan. Sətir vurulsun nə? Sütun. Bizə nəyi verəcəkdir? Xana sayını verəcəkdir. İndi gələm. Sətirlərimə və sütunlarıma addelini baxın. Birinci sütunlar gəlir. A sütunundan C sütununa qədər nə qədər sütunum var? A-dır, B-dir, C-dir. 3 dənə sütunum var. Deməli, sütunumun yerinə nə dayanacaq? 3 dayanacaqdır. Sətirlərimə baxıram. 3-dən 7-yə qədərdir. Demək, neçə sətrim var? 3, 4, 5, 6, 7. 1, 2, 3, 4, 5. 5 dənə də sətrim var. Deməli, 5-i 3-ə vuracağım. Arada nə qədər xana olacaqdır? 15 dənə xana olacaq. Həqiqətən də gəlin baxağın. Nə yazmışdım ora? A3-dən A3. 2 nöqtə qoyağın C7. Bu aralıqda gəlin sayaq görək həqiqətən də 15 dənə xana varmı? 1, 2, 3, 4, 5. 5 dənəsi buradadırsa, 5 dənəsi də buradadır, 5 dənəsi də buradadır. Ümumi nə qədər oldu? 15 dənə xana oldu. Bir də burada asan hesablamağın bir dənə yolu var ki, hər dəfə götürüb sütunlarda əlindən saymalısan əlifba sırasına görə. Bir də birdən sizə deyər ki, məsəl üçün A-dan C sütununa qədər olan sütunları say. Birdən deyirsiniz ki, ay müəllimə, mən axı əlifba sırasını bilmirəm, mən nə qarayacağam, imtahanda belə şey düşsə nə eləyim, ay Allah, əlim ayağıma dolaşdı. Elə bir şey deməyin, düzdür, imtahana heç vaxt da əlifba sırasının ən dibindəki sualı verməzlər, versələr belə, sizə kodlaşdırma vərəq verirlər axı beləsindən. Orada adınızı yazmaq üçün əlifba sırasından qəşəngcə düzüblər ki, adı gəl buralardan işarələ. Heç nə elə kodlaşdırma vərəqinə baxın, əlifba sırası oradadır. Olduğu kimi şey eləyərsiniz. Prosesordan Azərbaycan hərflərini çıxmaq şərti ilə hesablayarsınız. Niyə? Çünki mən bayaqlarım Excel-i izah eləyəndə dedim ki, Excel-dəki bütün hərflər ingilis əlifbasına aiddir. Bu belə getdi. Nəysə, bunu izah edirdim. Deməli, bir də sütunları hesablamaq üçün barmaq sayından sütunları deyəcəksən. Amma sətirləri tez hesablamağa, məsələn, götürüb 17 yazsayı götürüb yazmayacaqsan 3-dən düz 17-yə qədər. Keçən dərslərdə öyrənmişdik, nə qarırdıq? Verilmiş rəqəmin sonuncusundan əvvəl çıxırsan, üstünə 1 gəlirsən. Elə burada 17 yazılmasaydı, 7 yazılsaydı da. 7-dən 3 çıxdım, nə elədi? 4. Üstünə avtomatik 1 gələndə nəyi verdi? Gördü, sətir sayının 5 olduğunu verdi. Ya istəsəz, buradan buranı çıx, üstünə 1 gəl, tez yaz və yaxud da ki, götür belə yaz. Məndən ötürü dəxlisi yoxdur. Əsl odur ki, bir düz gətir. Bu da belə. Sətir xana sayını öyrəndik. Sətir sütun xanaları öyrəndik. Bunlar belə getdilər. Baxaq görək başqa öyrənməli olduğumuz nələr var. İndi başqa öyrənməli olduğumuz o var ki, biz də gəlin buradan PDF-imizi açıram. Xətalar yox. Bu PDF-in də müəyyən hissələrini öyrənəcəksiniz. Mən bu dəqiqə video dərsdə nələri danışıram, o hissələrcə öyrənin, testlərdə onlarca işləyin. Yerdə qalan şeylərdə gələn dərs keçəcəm. Nəysə, bunlardan danışdıq. Bir də danışmadığım nədir? Vərəqlərin növləri. Yaxşı yadıma düşdü. Bu şitlər. Bu işçi vərəqin 4 cürə növü var. Hansılardır? Üzərinə basıram, insertə gəlirəm. Yolunu bilməyinizə ehtiyac yoxdur. Adları göstərmək üçün bura girdim. İşçi vərəqimin bir növü worksheetdir. Normalda bu dəqiqə mənim arxa fonda açdığım səhifədir. Sonra chart olanda. Chart olanda nədir? Bunu üzərinə bassaydım, arxada artıq bu xanalar görsənməyəcəkdir, diaqramlar görsənəcəkdir. Worksheetdir, chartdır, makrodur və nədir? Dialoqdur. Makro VBA-nı keçəndə, VBA-nı siz keçməyəcəksiniz, yəni verilənlər bazalardır. Universitet səviyyəsində keçilir. Nəysə, VBA-nı falan keçəndə onu da bunların üzərində işləyirlər. Bu sizlik deyil, sadəcə adlarınıza bilin ki, işçi vərəqin 4 növü olur. Worksheet, chart, makro, dialoq olmaqla 4 dənə işçi vərəqimin adı var. Gəlirəm nəyə? Düşürəm aşağıya izah eləməyə. Funksiyalarımı və yaxud da ki, formulalarımı və yaxud da ki, düsturlarımın növlərini. 4 cürə düstur növüm var. Tam bura. Düstur növüm və yaxud da ki, funksiya növüm var Excel-də. Nədir? Riyazi düsturlarım, statistik düsturlarım, mətin olaraqdan hesablama apardığım düsturlar və məntiqilər. Riyazi, statistik, mətin, məntiqi. Riyazilərin özlərini əzbərləmək lazımdır. ABC-dir, faktdır, poverdir, samdır, samifdir, produktdır. Bunlar indi nələrdir? ABC modulu hesablayır. Məsəl üçün, ABC -16 Excel-də yazılıbsa da enteri bassa nəyə verəcəkdir? 16-nı verəcəkdir. Fakt
Məsəl üçün 4 yazılıbsa da Excel sağ nəyi hesablayacaq? Faktorialı hesablayacaq. 4-ün faktorialını tapmaq. Və yadınızda saxlayın ki, verilən ədədin faktorialını tapmaq üçün həmin ədədə qədər 1-dən başlayaraqdan bir-bir vuracaqsan. Məsələn 4 yazılıbsa 1 vur, 2 vur, 3 vur, 4. Hesablayasan cavabı verəsən. Pova. Pova qüvvətə yüksəltmək deməkdir və bayaqlarını göstərmişdim ki, qüvvətə yüksəltməyin işarəsi budur. Pova 5,2 yazılsa. Bu nə demək? Deyir ki, 5-i qüvvətə yüksəlt 2 qədər. Yəni 5 üstündə 2 yaz. Olacaqdır 25. Və yaxud da ki, pova belə yazılacaq. Deyəcək ki, get A1 xanasını qüvvətə yüksəltməyə B1-ə. Gələsən sən cədvəlin içində baxacaqsan ki, A1 xanasına nəsə yazılıbdır, B1 xanasına nəsə yazılıb, o nəsələri qüvvətə yüksəldəsən. Necə yüksəldəsən? Birinci A1-dəki məsəl üçün tapasan ki, məsələn 3 yazılıb A1-ə. B1-ə baxarsan ki, 2 yazılıb. Bu nə deməkdir? Götür 3-ü qüvvətinə 2-ni qoy. Bu da o deməkdir. Sam əmri nədir? Sam əmri toplamaq deməkdir. Yadında saxla ki, sam əmrini veribsənsə, tam mötərizənin isə sam yazıb 9 plus 7 yazanmasan. Çünki tam mən sam əmri vermişəm. Burada özümdən gic deyildim. Hay götürüm sam yazım. Plus işarəsini qoyacaydımsa bunu niyə verirdim? Ona görə yadınıza saxlayın. Bəzi misallar olacaqdı. Sizi çaşdırmaq üçün mötərizənin içində 9 vergül yox, araya plus qoyacaqdı. Xahiş edirəm, çaşmayın. Deməli, belə verilsə, mötərizənin içində nələr varsa da onları toplamaq deməkdir. Və yaxud da mötərizənin içində elə rəqəm verməyəcək, deyəcək ki, düsturun içindən get xanalardan tap. Məsəl üçün, A1-ə nə yazılıb? Deyəcəksən ki, A1-ə 4 yazılıb, B1-ə 5 yazılıb və yaxud da bu davam eləyər. Vergül qoyar, C3 yazar. Deyərsən, C3-ə məsəl üçün 2 yazılıbdır və s. mötərizə bağlanırlar. Deyir ki, bunları nə elə? Sam elə. Hamısını götür, bir-bir topla. Toplayarsan, cavab nəticədə onu yazarsan. Sam if-də. If nə deməkdir? Şərt deməkdir. Yəqin ki, bu hissəni düzdür, oxuyanda başa düşməyəsiniz, çünki səhv yazılıbdır bu hissə. Burada nəsə səhvlik gedibdir. Sam if nə deməkdir? Deyəcəkdir ki, şərt verəcəkdir. Məsəl üçün, verəcəkdir ki, əgər 3 5-dən böyükdürsə də, onda hansı ədədləri böyükdürsə də onları götür topla və yaxud da nədən nə olarsa da həmin ədədləri topla. Yəni şərt verəcək, şərtə əsasən toplama eləyəcəksən. Və product nədir? Hasildir. Hasil də demişdim, nə idi? Ulduz işarəsindən istifadə olunur. Məsəl üçün 5 7 yazılıbsa da 5-i 7-yə vurmaq deməkdir və yaxud da ki, get xanaların içindəki yazılan rəqəmləri tap və vur. Bu da belə. Sonra riyazi olan düsturları tapdım. Bunlar belə başa düşdüm nələrdir. Statistikalara gəldim. Yəni statistikanı hesablamaq üçün lazım olanlar. Hansı əmrlərimdir? Average əmridir. Average əmri ədədi ortanın tapılması deməkdir. Ədədi ortada bilirsiniz ki, riyaziyyatdan nədir? Verilmiş rəqəmləri götürüb toplayacağım, sayına böləcəm. Məsələn, burada sayı yazılıb average 5, 6, 7. Deyir, bunun ədədi ortasını tap. 5, 6, 7 yazıb bərabərdir qoysan, götürübsə birbaşa 6 rəqəmini Excel verəcəkdir. Onda necə tapıbdır? 5-in üstünə 6 gəlib, üstünə 7 gəlibdir. Cavabı hesablayıb və bunu götürüb sayına bölübdür. Neçə rəqəm toplamışdım? 3 dənə toplamışdım. Götürdü, 3-ə böldü, cavabı çıxartdı ki, 6 eləyirmiş. Average nağardı, ədədi ortanı tapdı. Maksimum nədir? Statistikada maksimum ədəd tapmaqdır. Məsəl üçün, verəcəkdir rəqəmlər, qabağına maksimum yazıbsa, bu rəqəmlərin içində maksimum hansıdırsa da onu çıxardacaq. Minimum da onun kimi. Ədədlərin içində minimum olanını tapacaqsan. Əgər ki, yoxsa, diapazonun içində versə, məsəl üçün, A1-dən B5-ə qədər diapazon, yəni 4 bucağın içində maksimum veribsə də, bu 4 bucağın içində ən maksimum ədəd hansıdırsa da götürüb onu yazacaqsan. Və yaxud da ki, ən minimum ədəd hansıdırsa da gəlib onu tapıb yazacaqsan. Count əmri var, sonra count A var, count if var. Xahiş edirəm bunları qarışıq salmayın. Count əmri odur ki, yalnız və yalnız mənim verilmiş ədədlərim və yaxud da verilmiş bu mötərizənin içində yazılan şeyləri və ya diapazonun içində yazılmış şeylərin içində rəqəmləricə tapmaqdır. Rəqəm tipli yazılarıca tapmaqdır. Məsəl üçün, count götürüb belə bir şey yazıbsa da, götürüb bu hesablayır. Nəyi? 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10. 10 dənə rəqəmim var deyə cavabı 10 çıxardacaq. Ta Kənan sözünü çıxarmayacaq. Niyə Kənan sözü? Çünki hərfdir. Və yaxud da götürüb sadəcə deyəcək ki, A1 F8 diapazonunda nə qədər count-u bassam nə çıxacaqdı? Məsəl üçün, gələyən elə buradan. Ay, hara getdi mən bu birisi? Excel'im. Shit bu yandaydı. Bu səhifənin üstündə. Burada, bu diapazonda deyəcəm ki, götür rəqəmləri say. Məsəl üçün, bura 9 yazacağım, bura 8 yazacağım, bura nə bilim 5 yazacağım. Deyəcəm, bu diapazonda rəqəmləri say. Rəqəmləri sayanda baxasan ki, rəqəmlərim hansılardır? 9-dur, 8-dir, 5-dir. 3 dənə count əmrini versəm, 3 cavabı çıxardacaqdır. Nəyə görə bunları çıxarmayacaqdır?
Bunlar çıxardar. Bu xanalarımın içində rəqəm yazılıbdır. 3 dənə burada, 2 dənə də burada, 5 dənə oldu. Yəni elə həqiqətən baxağın. Yazaq burada. Bərabərdir. A1 diapazon qoyum. Neçəyə qədər saysın? C4-ə qədər. C4-ə qədər. Təbii ki, nə ilə saysın? Count əmrindən. C-O-U count. Buraya səhv yazdım deyə neyim əmrimi verdi. C-O-U-N-T count diapazon qoyum. A1-dən neçəyə qədər? C4-ə qədər. Götür, say. Enteri basırıq. Hə. Ok və... Niyə sıfır alındı? Bir dəqiqə video dərsi dayandıraq. Neyse, davam edirik. Kompüterimizdə nəsə problem var. Bilmirəm nə problemidir. Buradan bir dəqiqə həll də problemim davam edir. T-O-N-T count yazsaydım birləşmişəm A1-dən C4-ə qədər. Gəl, buradan mən kömək səhifəni də açanda bu ingiliscə göstərəcəkdir. Mənə ki, həqiqətən burada özünüz oxusanız proqramın özünün ingiliscə hissəsidir ki, deyir ki, count məsəl üçün A1-dən 20-yə qədər olanı desəydi ki, say, orada əgər deyir 5 dənə xanada rəqəm varsa da nəticəni çıxardacaqdır 5 dənə. Niyə? Çünki yalnızca rəqəmlərcə sayır. Bilmirəm, indi bu funksiya niyə mənim Excel-imin üstündə işləmədi. Nəysə, başını buraxın, davam edirik. Nəyə? Count A-ya. Count A-da nağarır. Count A amma götürür. Count-dan fərqi odur ki, bütün dolu xanaları sayır. Bunun ötü fərqi yoxdur ki, mənim xanamın içində rəqəm mi var, nöqtə mi var, vergül mü var, ya hərf mi var. Nəyin ki, içi doldu, hamısını götürüb sayacaqdır. Bax, həqiqətən də bunların hamısını saysaq, görürük ki, məsələn, buradan buraya qədər 10 dənədir. Kənar sözündə də 5 dənə hərf varsa da, demək ki, 5 dənə də buradadır. Deməli, count A nəticəni verəcəkdir 15. Count if amma if nə idi? Şərt idi. Məsəl üçün, sana deyəcəkdir ki, count if-lə versə A1-dən D7-yə qədər olan diapazonda nələr say deyir? Magistrolları say. Heç nə götürəcəksən A1-dən D7-yə qədər olan bütün xanaların içində magistrol sözlərini çıxardacaqsan ki, məsələn 5 dənə, 3 dənə, nə qədərdir. Və yaxud da ki, sağ belə verəcək. Deyəcək ki, A1-dən D7-yə qədər olan diapazondakı rəqəmlərin arasından bax gör, daha doğrusu ədədlərin arasından bax gör 2019-dan böyük olanlar hansılardır? Hə, neçə nəticədə onun qiymətini çıxardacaqdır. Bu da statistikaya əlaqəli olan düsturlarımdır. Ağzımızda dediyimiz kimi statistikanı tapmaq üçün maksimum, minimum, ədədi orta və s. bunları çıxartdıq. İndi nəyə gəlirik? Mətin olanlara. Mətinlərdə len deyilən bir funksiya var. Len funksiyası nə ağarır? Heç nə, verilmiş mətnin hərflərinin və yaxud da ki, simvollarının sayını çıxardır. Məsəl üçün, magistrol sözü yazılıbsa da bu lenin içində, bilin ki, orada nə çıxardacaqdır? 9 çıxacaq. Niyə? Çünki 9 dənə burada hərf var. Və ya len K2-ni deyəcəkdir ki, çıxart. Demək ki, gələcəksən K2 xanasının içərisində nə yazılıbsa da onun içərisindəki sözün simvollarının sayını çıxardacaqdır. Ancaq left o deməkdir ki, sənin verilmiş mətninin, daha doğrusu seçdiyin mətni soldan olaraq, left nə deməkdir İngilizcə? Sol deməkdir. Soldan seç, saxla. Məsəl üçün, mükəmməl tələbələrim yazılıbsa da, hələ ki 8 sözü yazılmasaydı. Mükəmməl tələbələrimin yanına left yazılsaydı, sol tərəfdə hansı söz dayanıbdı? Baxıram, mükəmməl söz. Demək ki, mənim ekranıma mükəmməl çıxardacaqdır. Ancaq yox, belə bir şey verilsə, yanına 8 yazılmasaydı, məsəl üçün, qoyun götürüm 3 yazım. 3 yazılsaydı, nə qaracaqdım? Sol tərəfdən 3 dənə simvol sayacaqdım. 1, 2, 3. Götürüb nəyi çıxardacaqdı ekrana? Mük sözünü çıxardacaqdı. Right da onun kimidir. Məsəl üçün, gəlsəm right-in içində şərfli kənan 5 yazsaydım, bu dəfə sağ tərəfdən başlayacaqdı saymağa. 5 yazanda nəyi çıxardacaqdı? 1, 2, 3, 4, 5. Elə kənan sözünün özünü çıxardacaqdı. Bu da belə. Left sağdan və soldan hərfləri, daha doğrusu simvolları seçib saxlamaq deməkdir. Nə qədər istəyirsənsə də sənə edir. Veribsə o qədər seç, saxla. Verməyibsə də elə arasındakı boşluqlara nəzərən seçib çıxardacaqdır. Sonra logizal var, yəni məntiqi olanlar. Məntiqi kəmiyyətlərim hansılardır? True'dur, false'dır, and'dir, or'dur və yaxud da ki not'dur, biri də var if'dir. True nədir? True şərtlərin hamısının nəticəsi doğru olanda true, yəni doğruluq
çıxardır. Məsəl üçün 5 4-dən böyükdürsə də nəticəyə Excel true yazacaqdır. Və yaxud da ki, false nədir? Şərtin yanlış olduğunu deyir, yəni yalan olduğunu deyir. Məsəl üçün 8 5-dən deyirəm ki, böyükdür. Bu nəticəsində false çıxardacaqdır. And nədir? Bu ikisini biləndən sonra and funksiyasına keçid eləyə bilərik. Əgər ki, mənim məsələmin içərisində and funksiyası verilib və vergüllərlə də hər hansısa bir şərtlər verilibsə də, bu şərtlərimin əgər hamısı doğrudursa da, andimin cavabı true olacaqdır. Şərtlərimin içində bir dənəsi yalan olan kimi and funksiyanı gətirib ekrana false çıxardacaq. Amma oradan verilibdirsə də, verilmiş şərtləri gəlib bir-bir yoxlayacaqdır. Bir-bir yoxlayanda, məsəl üçün, istəyir 100 dənə səhv olsun. O 100 dənə səhvin içində bircə dənəcə doğrun varsa da, götürüb or funksiyası sənin verdiyin funksiyanın cavabını true eləyəcəkdir. True almaq üçün ən azı bircə dənəcə düzün olması bəs eləyir ki, məsələn deyim ki, yolva davam elə, get. Amma and çox kaprizindir, deyir ki, məndən ötürü hamısı, hər şey düz olmalıdır, mənim gözüm götürmür səhvi. Və orada false alması üçün bütün şərtlər səhv olmalıdır. And-də false alması üçün bir dənə şərt səhv olsa bəsdir, true alması üçün amma bütün şərtlər doğru olmalıdır. Amma orada tərsdir. Orada true alması üçün bütün şərtlərimin içində bircə dənəsi doğru olsa true alacaqdır. Amma səhv olması üçün hamısı səhv olmalıdır. Notdakı heç nə? Not nə deyir? True'nu götür, false elə, false'u götür, true elə, əks deməkdir. If-dəki if bildiyiniz kimi nə qarır? Gəlir, şərt verir. Məsəl üçün, bu bundan böyüksə də gəl birincini elə, algoritmdəki kimi. Bu bundan böyük deyilsə də, yəni false alıbsa da gəl ikincini yerinə yetir. Bu da belə. Sonra gəlirəm indi xətalara keçməzdən əvvəl bir-iki dənə düstur üstündə gəlin izah eləyim məsələ üstündə daha doğrusu. Ondan sonra da xətalar deyim, bununla da bizim işimiz qutarsın. Gəlirik məsəl üçün evə verəcəyim testlərin arasında. Nə deyir? Məsəl üçün, bayaqdan öyrəndiyim şeylərdir. Deyir ki, verilmiş elektron cədvəldə D2 xanasının qiymətini tap. Gəlirəm D2-nin qiymətini tapmaq üçün. Mənə D2-yə nə veribdir? Deyir ki, count A1-dən C3-ə qədər count A nə idi? Bütün dolu xanalarımı seç. A1-dən C3-ündə baxıram. A1 buradadır mı? C3 haradadır? Burada dayanıbdır. İndi bu diapazonu seçirəm. Deyir ki, bu diapazonun içində count A, bütün doluları say. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9. Deyəcəm ki, count A'nın D2 qiyməti nə olacaqdır? 9 olacaqdır. Sonra, məsəl üçün, nə deyir? Deyir ki, K11 xanasına bu düsturu veribdilər. Bu düsturda nədir? Burası nisbidir. Yəni, köçürtmə eləyəndə bura dəyişəcəkdir. Bura nədir amma? Mütləqdir. Yəni, köçürtmə eləyəndə bu isə dəyişməyəcəkdir. K11-i hara deyir köçürdəcəm? K14-də köçürdəcəm. Gəlin indi K14-də köçürdək. Sütun dəyişibdirmi? Dəyişməyib. Deməli, mənim heç bir sütunum dəyişməyəcək. Zaten bu qabağında dollar var idi. Bura dəyişməyəcəkdi. Bunda da dollar olmasa da K-dan K-ya keçid eləmişəm deyə P olduğu kimi qalacaq. Ancaq sətrim dəyişəcəkdirmi? Dəyişəcəkdir. Nə qədər? 11-dən 14-də keçid eləyəndə nə qədər dəyişib? 14-dən 11 çıxıram. Cavabım eləyir 3. Üstünə də 1 gələm. Cavabım eləyir 4 dənə. 4 dənə mi eləyir? 11, 12, 13, 14. Hə, 4 dənə eləyir. Düz hesaplamışıq. Deməli, sətrim 4 dənə artsa nə olacaqdı? P 15-in qiyməti 4 dənə artanda nə olur? 19. P 19 üstə gəlinsin. S-imin qabağında dollar var idi deyə sütunum dəyişməyibdi. Burada 24-ümün qabağında dollar var deyə sətrim də nə olsun ki deyirəm ağzımdakı 4 dənə dəyişəcək. Bunun qabağında dollar var deyə dəyişməyəcək. Heç nə, gəlirəm buradan aşağıdan axtarıram. Axtarıb tapıram ki, elə bir şey yoxdur. Niyə yoxdur ki? 15-dən 14-ə qədər xanamı dəyişdirmişəm. 11, 12, 13, 14. 4 dənə xana dəyişibdir axı. O zaman 4 dənə xana dəyişibdirsə də 15-də 4 dənə dəyişdir. Ayda. Problem yarandı. Bir dəqiqə. Hə, burada nəyə görə bu P18 olmalıdır? Ona görə ki, biz düzdür, bayaqdan xana sayı sayanda əvvəldən, daha doğrusu axırdan əvvəli çıxıb üstünə 1 gəlirdik. Nəyə görə eləyirdik? Çünki məsəl üçün bu K11-dədirsə də 11-dən başlayaraqdan hamısını saymalıydım elə. Amma sürüşdürmə eləyəndə mən zaten ki K11-in üstündəyəm də. Ona görə tabi 11-ci xananı saymayacağım sürüşdürmə eləyəndə. Gəlirəm 11-dən 12-yə, 12-dən 13-ə, 13-dən 14-ə nə qədər xana sürüşdürmə eləmişəm?
3 dənəsini sürüşdürmə eləmişəm. Ona görə burada elə sürüşdürmə eləyəndə 15-in üstünə 3 gəlməli idi. Bu hissəsinə diqqət edin. Mən özüm də bayaqlam gördüyünüz kimi çaşdım. Mən imtahanda çaşmamışam, siz çaşa bilərsiniz. Ona görə xahiş edirəm indən bilin ki, əgər xananın sayını sayıramsa da, mənə diapazon verib bu qədər aralıqda say deyirsə də, onda xanamın özünü götürürəm. Və məsəl üçün axırdan əvvəl çıxıb üstünə 1 gəlirəm. Niyə? Çünki özünü burada saymışdım deyə. Amma ki, yox, sadəcə sürüşdürmə eləyəcəmsə, heç nə, axırdan əvvəl çıxın. Çünki 11-ci xanamın üstündə dayanmışam deyə, tabii də onu saymağıma ehtiyac yoxdur. Nəysə, xanamın da sayı nə qədər idi? 3 dənə artmış deyə P15-in üstünə 3 gəldim. Cavabına baxıram ki, indi yazdığım yazını axtaracağam burada. P18 üstə gəlinsin. Bu ifadə o da C variantındadır. Bu da belə getdi. Məsəl üçün sonra gələm burada. Qoyun görək nə deyir. 107-də. Deyir ki, elektron cədvəl fraqmentinə əsasən C2-nin qiymətini tapın. C2-nin qiymətini tapın mı? C2-yə deyir ki, burada D2 verməli idi. Çünki C2-nin qiyməti vardı burada. Hazır promoy 6-dır. Böyük ehtimal ki, çaşıfdılar. Çünki D2-yə götür funksiya yazdılar. D2-nin qiymətini tapın. Nə deyir? D2 OR funksiyası veribdir. OR funksiyanın mənim true alması üçün nə qarmalıydım? Yalnız bir dənə düzüm olması bəs eləyərdi. False olması üçün də hər ikisi səhv olmalıydı. Baxıram indi. C3 7-dən deyir böyükdürmü? Baxıram C3-ə. 7 7-dən deyirəm ki, böyük deyil, bərabərdir. Bura mənfi gəldi. False-dur. Keçirəm ikinciyi yoxlayıram. Deyir ki, A2 5-dən böyükdür. A2 xanasına baxıram. A2 4-dür. 4 5-dən böyükdürmü? Deyirəm yox, burada false-dur. O zaman D2-nin nəticəsi nə çıxacaqdı? False çıxacaqdı. Amma məsəl üçün bura düz olsaydı, mən or bir dənə düzümün olması mənə bəs eləyəcəkdi ki, götürüm true verim. Bir dənə düzüm olsaydı true olardı, amma hər ikisi də səhv deyə götürüb false funksiyasını verir. Məsəl üçün, gəlin 106-nı eləyəyin. 106-da nə deyir? And. And'in qaydalarını yadıma salım görüm nədir? Düz olması üçün, true alması üçün hamısı doğru olmalıdır. Bir dənəsi səhvdirsə də səhv gedəcəkdir. Gəlirəm, 5 12-dən deyir böyükdür. Deyirəm ki, yox. Artıq bir dənə mənfimin olması mənə nəyi verəcəkdir? False-u verəcəkdir. Ha, bu hissəsi doğru olsun ki, vecmə də deyil. Bir dənə səhvim varsa da getdi. Səhv olaraqdan, bay bay. Məsəl üçün, burada. Gələcəm, buranı yoxlayacağım. Bura düşmüyübdür. Qoy görüm yoxlamaq üçün bu yana nəsə də veribdimi? Bu nə olsun kitabdır? Kitabın yarısı düşmüyübdür. Bunu başım bıraxın. Başqa bir şeyin üstündə izah edin. Məsəl üçün burada 105-ə baxağın. 105-də deyir. A1 0-dan bax gör böyükdürmü? Gələn baxıram ki, A1-in qiyməti 5-dir. 5 0-dan böyükdür. Deməli, bura doğrudur. Bəs B2 A2-dən böyükdürmü? Baxıram. B2-in qiyməti 7-dir. A2-in qiyməti nədir? Bir də yadınızda saxlayın ki, boş xananın qiyməti 0 olur. Aha, 7 0-dan böyükdürmü? Böyükdür. Demək ki, hər ikisi true-dsa da or nəyi verəcəkdir? Elə true ifadəsini verəcəkdir. Sonra heç nə, burada belə bir misalın olacaq. Deyəcək ki, left A2 xanasını nə qədər set saxla? 5 dənə set saxla. Hardan? Sol tərəfdən A2-yə gələn baxıram. Tələbə yazıb. Sol tərəfdən 5 dənə sayıram. 1, 2, 3, 4, 5. Deməli, cavabımı nə verəcəkdir? Tələb verəcəkdir. Bu da belə. Məsəl üçün, bu birisilərdə deyəcək ki, heç nə həll eləyəcəksən. Nəyi deyir? C13-ü tap. C13-ü tapmağın üçün biləcəniz uzun-uzun gələcəkdir. Birinci A10 xanasını tapmalısan. Niyə? Çünki C13-ü deyir ki, C10-dan 10 xanasından. Başda 12-yə qədər olan, bax bu diapazonun hamısını hesabla, cavabların nələrdirsə də onları nəğar? Topla. Toplamağım üçün nəğarmalıyam? Birinci C10 xanasının faktorialını tapmalıyam. A10-a nə yazılıbdır? 4. Sən də bilirsən ki, 4-ün faktorialı nədir? 1 vurulsun, 2 vurulsun, 3 vurulsun, 4. Onu hesablayasan nəsə tapassan. Sonra A-bısı A12. A12-yə baxıram, görəm nə yazılıbdır? Mənfi 8. A-bısı nə funksiyası idi? Modul funksiyası idi. Deməli, nə qaracam? Mənfi 8-i modula salında deyəcəm ki, cavabım 8-dir. Sonra sum deyir, C10-dan C11-ə qədər topla. C10-um haraydı? Buraydı. Buradan deyir, götür C11-ə qədər olanı topla. Yəni, bununla bunu topla. Burada bilməm, nə almışdınsa, onun üstünə 8 gələcəksin, aldığın hissəni C12 xanasına yazasın. Və ən nəticədə nə deyir? C10-dan C12-yə qədər. Yəni, buranın aldığın qiymətləri topla, cavabın hər nəticədə onu hesabla yaz. Yəni, buradakı hesablamalarınız bu qədər. Bunlar asadda harda hesablamalara aid olan şeylər var. Xahiş edirəm onların hamısını hesablayın yazın. Gəlin 93-ü də eləyək. Deyir ki, nə deyir burada? A7-dən C9-a qədər diapazonda neçə dənə xana var? Gəl heç nə. Sayaq görün nə qədərdir xanam? A-dan C-yə qədər. A, B, C. Neçə dənə sütunum oldu? 3 dənə. Yazıram qırağa.
Bəs diapazonda nə qədər sətr var? Sondan əvvəl çıxıb üstünə 1 gələcəm. 9-dan 7 çıxanda 2, üstünə də 1 gələndə 3. 3 dəfəmdə 3-üm nə eləyir? 9. Deməli, A7-dən C9-a qədər 9 dənə xana var. Həqiqiliyini yoxlamaq üçün gəlib Excel-də baxa bilərik. Nə yazılmışdı ora? Bərabərdir A7-dən C9-a qədər. Eləmi yazılmışdı? Qoy baxım görüm bir dənə. A7-dən C9-a qədər. Bu diapazonu bir dənə nə deyir bu? Başa düşdük deyə. Bu diapazonda baxaq görün nə qədər xana var? 1, 2, 3, 4, 5, 6, 7, 8, 9. 9 dənə xana var. Və bayaqlarım demişdim ki, boş xanamızda da hamısı 0 qiymət var. Bunların da hamısı boş iddiyə 0-0'larla doldurubdur. Bu da belə. Heç nə. Sizin məsələ həlləriniz bunlardır. Xahiş edirəm gedin, oturun. Bu testlərin hamısını işləyin. Test 1-i də işləyin, test 2-ni də işləyin. Ta ki Excel mövzusu sona çatana qədər. Sadəcə tab olanlarınızı işləməyin. Yəni bu sualları işləməyin, gələn dərsə keçəcəm. İndi bir dənə də bir şeylə keçin, bundan da sağollaşağın sizlə. Gəlirəm buradan. Nəyə? Xətalara. Mənim baxın burada görürsünüz xətalar verib. Nəm spil xətası, name xətası və s. və s. Mənim nə vaxt xətam yaranar? Div 0 xətası yaranmaq üçün düsturumda 0-a bölmək olmalıdır. Niyə? Çünki siz bilirsiniz ki, axı heç vaxt kəsirin məxrəci 0 qiyməti ala bilməz. 0 qiymətini ala bilmir deyə mən xəta çıxardıram o zaman. Əgər ki, mən götürüb K kimi, məsəl üçün 5-i düsturumun içində 0-a bölmüşəmsə, tecə yatırıb verəcəkdir mənə xanamın içində Excel ağıllı bir proqram olduğuna görə div 0 xətası. Neyimi nə vaxt verəcəkdir? Düsturumun adı və ya düsturumun ünvanı. Zaten düsturumun ünvanı adı deməkdir. Ünvan nə demək? Məsəl üçün, bu harda yerləşir? B3 xanasında. Gələcək hara name box-a B3 yazacaqdır. Düsturumun adı və yaxud da ki, düsturumun ünvanı və yaxud da düsturumun formatı düz verilməyəndə name xətası verilir. Sonra, number nə vaxt veriləcək? Düstura düzgün olmayan ədəd yazıldıqda. Məsəl üçün, bu nə deməkdir? Deyin ki, siz götürübsünüz, hər hansısa da bir cədvəlin içində nə deyim, kök altı ifadə yazırsınız. Kök altı ifadədə belə yazıbsan, kök altında -3. Artıq kök altında mənfi, axı sən bilirsən ki, riyaziyyatdakı kökün altı heç vaxt mənfi ola bilməz. Bunu belə yazan kimi Excel ağıllı bir proqram olduğu kimi sağa götürüb deyəcək ki, number xətası, sən rəqəmində səhvlik eləyibsən, bura müsbət 3 yazmalıydın. Və yaxud da ki, nə bilim, götürüb ABC funksiyasının içindən bərabər qoyub, ABC-nin içindən -13 yazmışdınsa, cavabı da yenə bərabər qoyub -3 çıxardıbsansa da yenə number xətası verəcək. Niyə? Çünki sən bilirsən ki, ABC modul deməkdir, moduldan həmişə müsbət ədəd çıxır. Bunlar belə riyaziyyatda, yəni səhv elədiyin şeylər number xətası verəcək. Ref nəyi verir? Ref onu verir ki, düsturda mövcud olmayan xanaya müraciət eləyəndə. Məsəl üçün, sən deyəyin ki, yazıbsan ki, düsturunda A1 üstə gəlinsin B3 xanası, cavabı veribdir 5. Və sonra üstündən biraz vaxt keçibdir, gəlib bu A1 xanasını silibsən, yəni yox eləyibsən də, bunu sıfırlayıbsan. Gəlib bir də həmin düsturdakı nəticənin üstünə basanda artıq burada 5 gəlib çıxmayacaq. Çünki sən düsturundan götürüb oralarda A1 xanasını pozubsan, ya da A1 xanasının içinin rəqəmini dəyişdiribsən. Ona görə sən nəyə gətirib çıxardacaqdır? Ref. Nəyə görə? Çünki mövcud olmayan xanaya gəlib müraciət edibsən. Value ha vaxt veriləcəkdir? Value sözünün mənası zaten ingiliscə dəyər deməkdir. Yəni dəyərlərimdə səhvlik olsun. Yəni mətndən ədəd tipli veriləni toplayanda. Məsəl üçün bir də yadınızda saxlayın ki, mətn tipli yazılar hardan yazılırdı? Excel-də mətn tipli yazılarım sol tərəfdən yazılırdı, amma rəqəm tipli yazılarım xanamın içində sağ tərəfdən yazılırdı. Neyse, onu başını buraxın. Məsəl üçün sən götürüb əgər yazıbsan ki, A üstə gəlinsin 3, Enter-i basanda gətirib sağ value xətasını verəcək. Niyə? Çünki mətndən götürüb ədəd toplayırsan. A-nın üstünə 3 gəlini nə verəcək? Heç nə. Bir də belə bir xəta nə zaman çıxardılır? Ədəd xananın elinə sığışmayanda. Yəni, mən buralardan götürsəm, bir ədədlər yazsam, bura qədər gəlsə və mən birazdan indi sizə növbəti dərslərdə izah eləyəcəm ki, xananın ölçüsü nə qədər olur. Bu, burası sığışması. Artıq ikinciyə keçid eləyəndə orada DS-lər yazılacaq. Sığışması üçün də ya götürərəm. Ay, burada xananın bu sağ tərəfindən belə... Niyə dartılmır bu? Ay, yenə proqramıma nəsə doldu. Nəysə. Götürərəm sağ tərəfindən beldən ya sağ tərəfə, ya sol tərəfə dartaram. Xanamın enini artırıb azalda bilərəm.
Əgər artırıb azaltmamışamsa da, stabil bir xanaya uzunluq vermişəmsə də bu xəta çıxardacaqdır. Bununla da belə. Dərsdə dediyim hissələri bu PDF-in içindən çıxardın, onları oxuyun və gedin şeyləri işləyin. Magistr azdan sualları işləyin. Hələ ki bu hissələrcə qalsın. Tablar olan hissələr qalsın. So, haydi sağ olun.